Xarici ölkələrə təhsil almaq üçün gedən tələbə namazlarını orada tam və kamil qaydada qılır. Xarici ölkələrə təhsil almaq üçün, elm almaq üçün gedən tələbə, istər bu şər'i, dini təhsil olsun, istərsə bu dünyəvi, elmi təhsil olsun. Namazlarını bütöv, tam, kamil qaydada qılır. Namazları tam, kamil qaydada qılmaq, yəni hər bir namazı öz vətənində qıldığı kimi vaxtında qılır. Sünnətləri ilə bərabər əda edir. Ratibə sünnələr ki var, sübh namazının fərzindən qabaq 2 rükət, günorta namazının fərzindən qabaq 2 dənə 2 rükət, fərzindən sonra 1 dənə 2 rükət, məğrib namazının fərzindən sonra 2 rükət, işa namazının fərzindən sonra 2 rükət. Bu ratibə sünnələri həmin xarici ölkədə təhsil almaq üçün qaldığı səfər müddətində qılıb əda edir. Bu namazlarla yanaşı digər nafilə namazları qılır. Asr namazının fərzindən qabaqki 2 dənə 2 rükət sünnəni, duha namazını, gecə namazını, vitr namazını, məscidi salamlama namazını, istixarə namazını, dəstəmaz aldıqdan sonraki 2 rükət namazı qılıb əda edir.